Əzizlər, dünya nizamı ilə axirət nizamı arasında fərq var. Gəlin Quranın bəzi ayələrində yer alan bu fərqlərə göz ataq. Dünyada sözləri gizlətmək mümkündür, qiyamətdə isə yox. Nisa 42-də oxuyuruq. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər. Tariq 9-da oxuyuruq. O gün gizli sirlər üzə çıxar. Dünyada insan özünü müdafiə edə və danışa bilər. Qiyamətdə isə mümkün deyil. Mursəlat 35-də oxuyuruq. Bu, danışa bilməyəcəkləri bir gündür. Dünyada üzr istəmək mümkündür. Qiyamətdə isə yox. Mursəlat 36-da oxuyuruq. Onlara üzrxahlıq üçün izin belə verilməyəcək. Dünyada əzab və işgəncədən qurtulmaq üçün qaçmaq mümkündür. Qiyamətdə isə yox. Qiyamət 10-11-də oxuyuruq. Yaqulul insanu yevmə izin eynəl məfar. Kəllə lə vəzər. O gün insan deyər, qaçış yeri hardadır? Xeyr, heç bir sığınacaq yoxdur. Dünyada insan öz əməlinin məsuliyyətini başqasının üzərinə ata bilər. Amma qiyamətdə bu mümkün deyil. Fatir 18-də oxuyuruq. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Dünyada çətinlik zamanı bir kəsə və ya kəslərə sığınmaq mümkündür. Qiyamətdə isə mümkün deyil. Müminun 65-də oxuyuruq. Bugün nalə çəkməyin, siz bizdən kömək görməyəcəksiniz. Dünyada insan öz azadlığı və ya malı üçün girov və təminat qoya bilər. Lakin qiyamətdə bu mümkün deyil. Əksinə, insanın özü girov tutulur. Müddəssir 38-də oxuyuruq. Kullu nəfsin bimə kəsəbət rahinə. Həqiqətən hər kəs öz qazandığına görə girovdadır. Dünyadakı nemət və əzablar keçicidir və qısa müddətlidir. Lakin qiyamətdə Allahın nemətləri də, əzabları da daimidir. Rəd 35-də oxuyuruq. Onun yeməkləri də, kölgəsi də daimidir. Vaqe 33-də oxuyuruq. Heç vaxt kəsilməz və qadağan olunmaz. Nəhl 29-da oxuyuruq. Elə isə içində əbədi qalacağınız cəhənnəmin qapılarına girin. Dünyadakı əzab və işgəncələr yüngülləşdirilə bilər, amma qiyamətdə bu mümkün deyil. Bəqərə 86-da oxuyuruq. Buna görə də onların əzabı yüngülləşdirilməz və onlara kömək olunmaz. Əzizlər, axirət məsələləri zarafat deyil ha. Görün məsələ necə həssasdır ki, bu dünyada insan sevdiklərinə görə canını belə verər. Əbəsə 34-36-da oxuyuruq. O gün insan qaçacaq. Öz qardaşından, anasından, atasından, arvadından və övladlarından. Müzzəmmil 17-də oxuyuruq. Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız?